Gününüz xeyirli olsun Səs televiziyasının dəyərli tamaşaçıları. Düz bir həftədən sonra yenidən görüşünüzə gəldik. İşgüzar layihəsi mən Aynur Kərimlinin təqdimatında efirdədir. Və biz bugün də işgüzar şəxsin iş fəaliyyətindən danışacağıq, həm söhbət olacaq, təkcə söhbət eləməyəcək, həmçinin sizə də motivasiya vermiş olacaq ki, bu sahədə necə daha yaxşı addımlamaq olar. Qonağımızı təqdim etmək istəyirəm. Türkiyə İnternet Media Birliyinin Azərbaycan üzrə rəhbəri, Express saytının təşkiçisi və baş redaktoru, teatrşünas Xəyali Əziz qonağımızdır. Xoş gəlmisiniz. Çox sağ olun, təşəkkür edirəm diqqətiniz üçün. İlk olaraq gəlin elə saytdan danışaq. Express saytı artıq fəaliyyətə başladı və nələr gözləyir bizi orada? Express saytını uzun müddətdir belə deyək də planlaşdırırdım və arzuluyordum ki, gələcəkdə öz saytım olsun. Bilirsiniz ki, mən mətbuata incəsənətdən, mədəniyyətdən və müxbirlikdən başlamışam və o zamanlar heç ağlımın ucundan belə keçmirdi ki, nə zamansa gəlib mən redaktor, baş redaktor və nəhayət öz saytımın təsisçisi olaram və bugün öz arzusunu reallaşdıran Xəyaliyə çox təşəkkür edirəm açığı və bu yöndə mənə dəstək olan bütün dostlarıma minnətdaram. Bir də onu qeyd edim ki, Express saytı artıq Media İnkişaf Agentliyinin media reyestrindən keçib və bu da bizə Media İnkişaf Agentliyinin göstərdiyi inam və etibardan xəbər verir. Artıq uzun müddətdir ki, mətbuatdasınız və sözünüzlə, qələminizin itiliyi ilə artıq qazanmışsınız, belə deyim, inamı və bizi həmin saytda nələr gözləyir? Yəni, biz hansı xəbərləri oradan öyrənəcəyik? Biz orada həm reportajlar, müsahibələr, açıqlamalar, bilirsiniz ki, indi daha çox mətbuatda pressli jurnalistikası deyə bir jurnalistika yaranıb ki, bizim dönəmimizdə daha çox biz reportajlar eləyirdik, müsahibələr, açıqlamalar və bunları biz canlı şəkildə etməyə çalışırdıq. Amma bugün nədənsə mətbuatda biraz tənbəlləşmə baş verib və müxbiri belə hansısa bir tədbirə göndərəndə tədbir təşkilatçısından ancaq press-reliz istəyir və bəzən də tədbir təşkilatçıları belə bizə öz etirazlarını bildirirlər ki, tədbir keçirdiyimiz halda biz müxbir dəvət edirik, amma müxbir gələndən sonra hazır mətn istəyir və əziyyət çəkmək istəmirlər. Bəlkə də bu Z nəslinin belə deyək də daha rahat olmaq istəməsidir. Düşkünlüyündən irəli gəlir. Və yəqin ki, bu yolda sizə dəstək verənlər də oldu və yaxud da sizin dost bildikləriniz də oldu. Gəlin bu barədə də danışaq. Belə deyək də, mənim ətrafımda hər kəs bilir ki, kifayət qədər çox dostlarım var idi. Əhatəniz genişdir. Bəli, əhatəm genişdir və istər media sahəsində, istər digər sahələrdə. Amma mənə inanıb, mənə etibar eləyib, sona qədər dəstək göstərən çox az dostlarım oldu ki, və bugün mən bu 2 ay müddətində çox dostlarım ələkdən keçirdim və bugün yanımda tək-tük dostlarım var ki, həqiqətən onlara yanımda olduqları üçün, mənə inandıqları üçün minnətdaram. Yəni yanıltdılar sizi bir neçə. Bəli, açıq desə, mənə inandırdılar ki, sən bacaracaqsan. Bəs belə deyim də, bir gənc xanım olaraq, işgüzar xanım olaraq bu yolda sağlam addımlamaq üçün nə lazımdır? Dürüst olmaq lazımdır birinci, yəni həqiqətin üzünə düz baxmaq lazımdır. Yəni düşünürəm ki, və sağlam addımlamaq üçün sənin keçmişin olmalıdır. Yəni orada əziyyət durmalıdır, arxivin olmalıdır, sənin işinə aid olmalıdır və özün hər bir addımı o qədər belə əziyyətlə keçib gəlmişəm ki, ona görə artıq məsələn müxbiri o qədər yaxşı başa düşürəm, redaktoru o qədər yaxşı başa düşürəm, admini, korrektoru o qədər yaxşı anlayıram. Çünki o proseslərdən mən də keçmişəm. Birbaşa gəlib hansısa bir sayta redaktor olasan və yaxud da baş redaktor olasan, onları anlamayasan. Amma müxbir deyəndə ki, mən hansısa bir ekspertə danışdırmaq istədim, amma o danışmadı, mən onu başa düşürəm. Amma onlarla sərt məsəl üçün danışmıram və bilirəm ki, mən də müxbir olanda, yəni bu yolları çətinlikləri keçmişəm, o əziyyəti keçmişəm. Onun üçün yəni bu işin mətbəxindən ta sıfırından bələdəm deyə, onun üçün belə deyək də hər kəsi də anlayıram və ümid edirəm ki, çox oxunaqlı, çox belə deyək reytinqli bir sayt olacaq Express saytı. Siz digər saytlarda çalışmısınız baş redaktor olaraq? Bundan əvvəl Kaspi qəzetində işləmişəm uzun bir müddət, mədəniyyət müxbiri kimi çalışmışam və daha sonra Moderator az saytında şef redaktor, baş redaktor və Media News az saytında da baş redaktor olaraq çalışmışam. Və dostluq münasibətləri yəqin ki, davam edir. Bəli. Yəni mətbuatda əsas məsələ böyük bir əhatənin olmasıdır, böyük bir əlaqələrin olmasıdır və hər zaman dostlarım da mənə deyir ki, yaşına görə çox böyük əlaqələrim var. Bu həm mediada, həm digər sahələrdə.
Bunun üçün nə tələb olunur? Fərasətmi? Sizə belə bir şey deyim. Mən jurnalistikaya başlayanda mənim bir müəllimim vardı Kaspi qəzetində, Təranə Məhərrəmova və indi də ona çox böyük hörmətim var və ona da buradan çox təşəkkür edirəm ki, nə yaxşı ki, məni bu şəkildə yetişdirib və bizə hansısa bir səhər iclas olurdu, hansısa bir mövzu tapşırılanda mən oturdum redaksiyadan ekspertə zəng edirdim ki, açıqlama alım. Təranə xanım mənə deyirdi ki, Xəyilə, jurnalist otaqda yetişmir və mən o sözü yazdım, öz kompüterimin başından yapışdırdım. Adi qısa bir açıqlamada görə hər gün səhər-səhər zəng edirdim ekspertə, gedirdim canlı o ekspertdən. Məsələn, gün ərzində 3 ekspert danışdıracaqdımsa, bunu redaksiyadan eləmirdim. Gedirdim o adamların yanında, o adamlardan açıqlama alırdım və sabah da onlarla hansısa bir tədbirdə qarşılaşanda onlar həm mənim simamı tanıyırdılar, həm mənim qələmimi tanıyırdılar. Və beləliklə də artıq belə deyək də mənim otaqda yetişdirməyən o Təranə xanım artıq mən Kaspi qəzetindən çıxanda demək olar ki, bütün ekspertlər məni tanıyırdılar. Amma redaksiyadan oturub hansısa bir eksperti yığanda o ekspert sənin nə simanı tanıyır, nə imzanı, bəli. Bəzən də heç yoldan keçəndə heç tanımır da belə. Aha, onu düz vurğuladınız. Elə buradan da jurnalistlər üçün yeni başlayanlar, yəni tələbələr var ki, hansı ki bu sahədə istəyirlər ki, özlərini inkişaf etdirsinlər. Elə onlar üçün də belə deyim də məsləhət vermiş olursunuz. Və çəkindiyiniz məqamlar necə olubmu? Ki, yəqin ki, olub. Hə, bəli. Bilirsiniz, yenə də vurğulayıram, mən mətbuata mədəniyyət jurnalistikasından başlamışam və sizə deyim ki, bax, hazırda məsəl üçün iqtisadçılarla, sosioloqlarla, deputatlarla, yəni müxtəlif vəzifədə çalışan insanlarla ekspert kimi biz çalışırıq. Amma ən çətin adamlar şou biznes nümayəndələri və mədəniyyət adamlarıdırlar. Bəli, düşünün ki, dəyişkən xarakterli olur onlar. Həm çox dəyişkən xarakterlidirlər. Həm bir saat bundan əvvəl dedikləri söz, bir saat sonra dedikləri sözlə üst-üstə düşmür və yaxşı ki, o vaxtda indi diktofon deyilən, yəni səs yazma deyilən bir şey var ki, siz bununla onlara nəsə sübut etdirməyə çalışırsınız və məsələ burasındadır ki, məsələn, biz mətbuatda günün yarısına qədər, yəni günün birinci yarısına qədər xəbəri hazırlayırsan və oxunan saat vaxtlar həmin saatlar olur. Amma mədəniyyət adamları, şou biznes adamları günün birinci yarısı yatırdılar və biz onları ancaq saat 2-dən 3-dən sonra tapa bilirdik və onlardan da həmin an açıqlama almaq çox çətin idi. Bilmirəm niyə, amma mən düşünürəm ki, jurnalistikada ən çətin sahə mədəniyyət müxbirləridir və şou biznes müxbirləridir ki, o adamların nazıyan oynaya bilirlər. Amma belə deyim də, biliyi üçün daha çox siyasi belə deyim, insanlara müraciət etmək. Siyasi insanlara müraciət etmək necədir? Siyasəti daha dərin bilməlisən, səhv edə bilməlisən. Məsələn, hansısa bir müxbirə sualı verirsən və deyirsən ki, filan deputatdan o açıqlamanı al. O sualı verib həmin açıqlamanı alıb yaza bilər. Amma şou biznes adamını bilmirsən həmin an nə reaksiya verəcək. Yəni sənə hansı münasibəti göstərəcəyini bilmirsən və həmin gün bilmirsən bu adam yuxudan axşam toyda kimləsə dalaşıb, səhər-səhər oyanıb, oyanmayıb, necə olub, kimləsə mübahisəsi düşüb, düşməyib, səni kiməsə bənzədib, hansısa müğənninin intriqası olub. Yəni o an başımıza gəlir. Bilmirsiniz ki, o an hansı reaksiya. Amma siyasət adamları, deputatlar, iqtisadiyyat və digər ekspertlər çox təcrübəlidirlər və çox peşəkardırlar və belə deyək də çox zamanda artıq onlar da belə deyək də işin ən rahat yoluna qaçıblar. Deyirlər ki, biz sizə yazılı şəkildə göndərəcəyik. Artıq bu jurnalistin də işini rahatladır. Amma mədəniyyət adamları, şou biznes adamları elə deyirlər. Yəni onlar necə gəlir danışırlar və yarım saatdan sonra yığırlar ki, açıqlamamı vermə. Amma belə primitiv danışırlar bəzən və bu insanı yormur. Hamısı elə deyil. Məsəl üçün bizdə çox kifayət qədər təbii ki, hamısını şamil edə bilmərik biz bunu. Təhsilli və eyni zamanda bu intellektual səviyyəli bilən peşəkar müğənnilərimiz çoxdur, bəli, düz vurğuladınız. Yaxşı, hansı tədbirlərdə iştiraki üstünlüyü verirsiniz? Yəqin ki, tədbirlərə çox dəvətlər olur, hər birində iştirak mümkün olmaya bilir. Açığı demək olar ki, bütün dövlət qurumları ilə çalışırıq və onların təklif etdiyi tədbirlərdə, məsələn, biz sizi görmək istəyirik dedikdə və mən mütəmadi olaraq onların tədbirlərində iştirak edirəm və demək olar ki, bizim bu dövlət qurumlarımızın mətbuat xidmətləri də vaxtı ikən bizlə müxbirlikdən başlamış və bugün o səviyyəyə qədər gəlib çatıblar və onların hər biri bizim dostumuzdur və təklif etdikdə belə sevə-sevə mən orada iştirak edirəm. Amma bugün ən çox sevdiyim, belə deyək də, sevərək getdiyim tədbirlər
göstərir işğaldan azad olunmuş torpaqlarımızda, məsələn Qarabağda keçirilən tədbirlərdir ki, yəni mən mütəmadi olaraq ora gedirəm və nə qədər getsəm belə oradan yəni zövq alıram, çox böyük bir zövq alıram. Aha. Siz həm də Türkiyə İnternet Media Birliyinin Azərbaycan üzrə rəhbərisiniz. Bu haqqda da gəlin danışaq. Necə oldu? Türkiyə İnternet Media Birliyinin bəli, Timbirin Azərbaycan üzrə rəhbəriyəm. Əvvəllər bu belə deyək, vəzifə Aqil Ələsgərə, Yeniçaq Media qrupunun rəhbəri Aqil Ələsgər icra edirdi və bizim heyətdə Hacıbəy Asxəbər.com saytının rəhbəri, Hacıbəy Heydərli, Azər Həsrət, Bayraktar İnfonun rəhbəri, Eqtidar Az saytının rəhbəri Fərid Şahbazlı da var və artıq Timbirin belə deyək ki, Türkiyədə keçirilən tədbirlərin burada işıqlandırılması, eyni zamanda biz özümüz də gedib mütəmadi olaraq o tədbirlərdə, bəli, Türkiyədə keçirilən tədbirlərdə iştirak edirik. Aha, işgüzar səfərləriniz yenə də gözlənilir? İşgüzar səfərlərimiz gözlənilir, amma bu Timbirlə bağlı deyil, bu mənim öz işimlə bağlıdır. Yəni Express Az saytının dəvət aldığı xarici və beynəlxalq tədbirlərdir ki, bunlar da artıq gələcək aylarda iştirak edəcəyik. Aha, inşallah. Bilmək istəyərdim ki, ən son hansı uğurunuz sizi həyəcanlandırıb? Ən çox elə Express Az saytının yaradılması məni həyəcanlandırıb. Çünki çoxdan da bu günü gözləyirdim və belə deyək də bəzən mənəvi və psixoloji olaraq özümü buna hazır hiss eləmirdim. Çünki kənardan nə qədər asan görünsə də, həqiqətən bir saytı yaratmaq çox çətindir. Yaratmaq, yəni bunun arxa planda o qədər çətindir ki də, hamısını çatdırmaq, hər yerə qaçmaq, hamısı ilə ayrı-ayrılıqdan maraqlanmaq. Əslində, hansısa bir saytı sıfırdan, bəli, hansısa bir saytı sıfırdan götürüb işləmək bu daha çətindir. Biri var, tanınmış bir sayt ola və bunun arxa planında işçiləri ola. Amma bir şeydir ki, sən özün sıfırdan qurursan və hər şeylə özün maraqlanırsan, bu daha çətindir və eyni zamanda çox həyəcanlıdır. Maraqlıdır. Xəyalə xanıma işçi olarkən necə davranılır və Xəyalə xanım özü hazırda necə davranacaq öz işçiləri? O gün bir post gördüm, deyir ki, tərəzi bürcü ilə bağlı danışır, deyir ki, çox istəyərdim ki, tərəzi bürcü olan bir rəhbərin işçisi olum. Mən özüm də tərəzi bürcüyəm və iş prosesində onları o qədər çox anlayıram ki, bəzən adminlik eləyirəm, bəzən müxbirlik eləyirəm, bəzən açıqlamaları özüm alıram və həmkarlarım çox zaman mənə belə deyək, irad tuturlar ki, Xəyalə, sən artıq baş redaktorsan, sən artıq açıqlamaları özün alma və yaxud da ki, adminliyi özün eləmə. Amma bu saytda da, bundan əvvəlki çalışdığım saytlarda da bacardığım qədər mən bunların hamısının öhdəsindən özüm gəlməyə çalışırdım və hansısa bir belə deyək də işçi olmayanda onu özüm əvəz etməyə çalışırdım. Yəni ümid edirəm ki, bu dəfə də yəni belə olmayacaq. Yəni etibar edəcəksiniz işçilərinizə. Çox dəyişmir. Yəni istər-istəməz bilirsən ki, artıq bu iş mənim tərəfimdən icra olunursa daha peşəkar olur. Ona görə özünüzə etibar edirsiniz daha çox. Bəs bir redaktor olaraq bu sualı sizə vermək istəyərəm ki, səhvsiz insan yoxdur. Bəs səhvləri düzəldən redaktorun səhvlərini necə düzəldirlər? Sizə bir şey deyim ki, mənim jurnalistikaya gələndən hər dəfə mənə müəllimim və eyni zamanda dostlarım, çox yaxın bir dostlarım da, hansılar ki, bunlar mənim jurnalistikama belə deyək də bələddirlər. Onlar hər dəfə mənə irad tuturlar ki, sən çox hövsələsizsən və bir yazdığım yazını heç vaxt ikinci dəfə oxumuram. Çünki onu oxuyanda artıq hövsələm daralır və bilirəm ki, orada hərf səhvləri var. Yəni harda çalışmağımın asılı olmayaq, bu vərdişimi hələ də tərk edə bilməmişəm. Səbirsizliyiniz. Yazını bir dəfə yazıram və ikinci dəfə o yazını oxuya bilmirəm. Çünki hövsələm daralır və yarıya qədər oxuyuram. Çox səbirsizəm və düşünürəm ki, gələcəkdə düzələr. Aha, yəqin bu üzərində çalışacaqsınız. Tənqidçi Xəyalə rəis, media rəhbəri Xəyalə rəisi tənqid edirmi? Elə az öncə bu tənqiddən danışdıq. Bəli, tənqidçi Xəyalə rəis bəzən belə deyək də teatrşünaslıqdan gəlmişəm jurnalistikaya və o vaxt əvvəllər daha çox tənqidi materiallar hazırlayırdım, yazılar hazırlayırdım, amma indi texniki işlər o qədər çoxalmağa başlayıb ki, mən artıq öz yaradıcılığımı demək olar ki, ikinci plana atmışam. Hər şey yazanda mənə dedilər ki, Xəyalə, gün gələcək, sən özündə hansısa bir peşə sahibi olacaqsan və yaxud da hansısa bir sahədə rəhbər olacaqsan, səni tənqid eləyəcəklər və mən həmişə gülürdüm, deyirdim ki, yox da, bu mümkün deyil. Yəni, amma sizə bir şey deyim, oturub tənqid eləmək çox asandır. Həqiqətən tənqid etmək çox asandır. Bəs tənqidi qəbul edə bilirsiniz? Bəli, tənqidi, əgər o tənqid, bəli, tənqid təhqirə keçmirsə, onu qəbul edirəm.
Aha, eşitmisiniz? Ən son hansı tənqidləri eşitmisiniz? Tənqidlər daha çox yaxın bir rəfiqələrim məni tənqid edirlər. O da işimlə bağlı olmur və başqa bir sferdə həmişə deyirlər ki, çox yumşaqsan, mülayimsən, biraz sərt ol, bəli, biraz qəddar ol. Yəni mən onu bacarmıram, yəni. Aha. Teatr tənqidinin ölkəmizdə vəziyyətini necə qiymətləndirirsiniz? Tənqiddən danışmışkən gəlin burada aydınlıq. Teatrda Azərbaycanda belə deyək də sağalmayan bir yarası var. Bu da klassik tamaşalardır. Yəni üzərindən nə qədər illər keçsə belə Azərbaycan teatrında hər zaman klassik tamaşalar göstərilir. Və il olub 2025, 21-ci əsrdə yaşayırıq. Azərbaycan 2-ci Qarabağ müharibəsində qalib gəldi. Artıq biz belə deyək də 30 ildən sonra torpaqlarımıza geri qayıtmışıq, amma bu gün Azərbaycan teatr səhnələrində bu cür tamaşalarımız çox azdır. Yəni bizdən sonra gələn nəsil, bizim övladlarımız öz qəhrəmanlarımızı tanımır. Bu həm filmlərdə Azərbaycan qəhrəmanlarının az nümayiş olunması, bu teatrlarımızda Azərbaycanın bu qəhrəmanlıq dastanlarının nümayiş olunması var teatrlarda belə tamaşalar, amma çox azdır. Yəni bəlkə də hesablasan, məsəl üçün Cəlil Məmmədquluzadənin, Mirzə Fətəli Axundovun, düzdür, bunlar olmalıdırlar, klassik əsərlər olmalıdır, amma bunlar daha çoxdurlar. Axı biz unutmayaq ki, biz müasir dövrdə yaşayırıq və bugünkü uşaqları, bugünkü insanları, gəncləri teatra cəlb eləmək üçün bir də görürsən ki, hansısa bir tamaşaya axırıncı dəfə nə vaxt, mən Gənc Tamaşaçılar Teatrına getmişdim, 4 saat tamaşa olarmı? Yəni sənin bugünkü gənclər 15 saniyəlik video reelsə baxırlar və səbirləri çatmır. 4 saatlıq tamaşaya sən necə gedib oturub baxacaqsan? Və insan nəinki 4 saat, heç 1 saatına ayırıb ona baxmaq istəmir. Ümumiyyətlə Azərbaycan mədəniyyətinə, incəsənətinə, media sahəsinə yetəri qədər yer ayrılırmı? Azərbaycan mədəniyyətinə bugün çox təəssüflər olsun ki, mətbuatda mədəniyyətə, teatra, kinoya, yəni o qədər də çox kifayət qədər yer ayrılmır. Çünki bunu bir teatrşünas kimi, mədəniyyət sənətşünas kimi deyil, bir media rəhbəri kimi deyirəm. Çünki bu xəbərlər reytinq gətirmir. Reytinq gətirən ancaq show biznes nümayəndələrinin bayağı açıqlamalarıdır ki, yəni ancaq onlar reytinq gətirir, amma belə deyək də ciddi jurnalistika, ciddi media, yəni bizim bu qəzetdə, bundan əvvəlki çalışdığımız dönəmlərdə biz davamlı olaraq bunlardan işləyirdik və sizə bir şey də danışım ki, yəni mən mədəniyyət müxbiri və teatrşünas olaraq çalışdığım dönəmlərdə də məsələn hansısa bir tamaşaya gedib baxırdım, oturub gəlib təhlil yazırdım və bir tamaşadan yazı yazmaq üçün o tamaşaya bir 2-3 dəfə baxırdım. Daha sonra gedirdim, deməli bizim teatr kitabxanamız var. Oradan araşdırırdım ki, bu tamaşa haqqında hansı teatrşünaslar məndən əvvəl məqalələr yazıblar. Onları müqayisə edirdim və bir yazını yazmaq mənə hardasa bir 10 günə gəlib başa çatırdı. Və materialı hazırlayırdıq, qəzetə çap olunurdu, saytda biz onu verirdik. Yazı oxunurdu, məsəl üçün 50 dəfə. Amma hansı ki, show müxbiri gəlirdi, tamaşanın heç bir informasiya yox idi, press yazı verirdi və aktrisanın şəklini çəkirdi, yazırdı ki, məsəl üçün 18 polis səhnələr göstərildi və mənim yazım 50 dəfə oxunduğu halda o oxunurdu 5000 dəfə. İstər-istəməz bu peşəkar yazı, peşəkar yanaşma baxırdın ki, ona daha çox diqqət verilir və ona daha çox açıb oxunur. İstər-istəməz həvəsdən salınır. Bu da istər-istəməz bəli, o vaxt da həvəsdən salınırdı və bu gün də heç belə görürəm ki, dəyişən heç nə yoxdur. Aha, bəs mətbuatda olan biri kimi, media sahəsində olan biri kimi, teatrşünas biri kimi nələr edirsiniz? Mən daha çox mədəniyyətdən, İncəsənət Universitetini bitirib gələn tələbələr var ki, bugün onlar həqiqətən öz sferalarında iş tapmağa çətinlik çəkirlər. Elə götürək mənim öz ixtisasımı, düşünün ki, hər il teatrşünas ixtisasında məsəl üçün 12 tələbə bitirir, amma onların işləmək üçün heç bir yerdə vakansiya yoxdur. Təcrübə tələb olunur. Bəli, təcrübə tələb olunur və təcrübədən əlavə, məsəl üçün bitirdi, İncəsənət Universitetinin tələbələri universitetdə bitirdi, bunlar gedib harada işləyəcəklər? Bunlar üçün hər hansı bir vakansiya yaradılıbmı və ona görə məcbur qalıb başqa sahələrdə çalışmağa başlayırlar. Mənə hər dəfə deyirlər ki, xəyli hara gedirsə İncəsənət Universitetinin tələbələrini yığır və onları yetişdirir. Niyə? Çünki onların işləməsi üçün başqa bir yer yoxdur. Televiziyalara təcrübəçi kimi gedib, yəni maaş gözləntisi olmadan. Mən adi mənim tək bir ixtisasımdan 12 nəfər bitirir. Məsəl üçün, əgər bir 500 tələbə bitiribsə, televiziya hər il 500 tələbəni götürə bilirmi?
O da düzdür. Bizdə Ona bu görə- sahədə biraz qıtlıq var. Hansı ki, sahə çox inkişaf eləmədiyindən. Və bu gün ona görə deyirlər ki, çox vaxt bu mədəniyyət belə deyək də müxbirlərinin hardasa bir 50-60%-ni tələbələrə götürürəm. İncəsənət Universitetindən onları yetişdirirəm və yavaş-yavaş məsələn öz dostlarımdan xahiş edirəm ki, öz saytlarında mədəniyyət müxbiri kimi onlardan istifadə etsinlər və çalışsınlar. Və bu gün harda mədəniyyət tədbirlərində görürəm, baxıram ki, onun çoxu mənim tələbələrimdir və mən buna çox sevinirəm. Aha, demək belə bir uğurlarınız da var. Ümumiyyətlə sizin uğurunuzun açarı nədir? Uğurun açarı yaxşı dostlarımın olması. Yəni mənə hər zaman deyirlər ki, yəni sənin uğurunun 50%-i dostlarının yaxşı seçməyindir və mən dost seçimində heç vaxt yanılmıram. Aha. Qadın media rəhbərləri sizə görə kifayət qədərdirmi? Bugün Azərbaycan mediasında qadın media rəhbərləri o qədər də çox deyilik. Yəni sayımız çox azdır. Amma qısqanclıqlarımız da çoxdur. Yəni bəli. Rəqabət bəli. Sağlam rəqabətdirmi yoxsa qeyri-sağlam? Bu suala cavab verməsəm olar. Olar, təbii ki, buna haqqımız çatır. Niyə görə bəs rəqabət gedir? Niyə görə? Bilirsiniz, Azərbaycanda qadın olaraq ümumiyyətlə həyata gəlmək 1-0 geridə başlamaq deməkdir. Belə deyək də, hər şey bizdə bərabər paylanmayıb. Məsəl üçün, mən qadın olaraq bu günlərim axşam tədbirinə getsəm, axşam hansı bir önəmli bir hadisə baş verib və sən o hadisəni çəkməyə gedirsən, yazmağa gedirsən, tədbirə gedirsən və gecə saat 11-12-də gəlirsən və kişi müxbirdir, axşam saat 11-də 12-də gəlir. Və bu kişi heç kim heç nə deməyəcək. Amma qadına o qədər çirkablar yatılacaq, sözlər deyiləcək ki, yəni saat 12-də qadın mı evə gələr? Yəni düşünmürlər ki, bu adam işdən gəlir, bu adam çəkilişdən gəlir və yaxud da bu adam hansı tədbirdən gəlir. Yəni xanımsanızı evə bərabər tez paylanmır gəlməlisən və münasibətlər də bir mənalı qarşılanmır. Dediniz ki, qadın media rəhbərləri azdır. Yəni bu baxımdan deyirsiniz ki, artıq onlar bu sahədə fəaliyyət göstərmək istəmirlər, qadın media rəhbəri olaraq çalışmaq həqiqətən çox çətindir. Bəs bu müsbət, mənfi tərəfləri nələrdir? Təkcə qadın olaraq deyil, mediada çalışmağın müsbət tərəfləri odur ki, demək olar ki, bütün qurumların hamısından kontaktların, əlaqələrim var, geniş əhatəm var və istənilən bir xahişin olanda, xahişin olanda bəli. Onu icra edirlər. Bu baxımdan da, təbii ki, müsbət tərəf adlandırmaq olar bunu. Son olaraq istəyərdim ki, Xəyalə xanım bu sahədə olanlara, inkişaf etmək istəyənlərə öz tövsiyəsini versin. Əsas nə tələb olunur? Qısaca, konkret, lakanik olaraq deyərdiniz. Mənə görə hər şeyin başında əziyyət dayanır. Yəni əziyyət çəkməlisən ki, onun bəhrəsini görəsən. Heç kimə inanmamaq. Yəni hədəfləriniz olsun və o hədəflərinizə doğru can atın, çalışın. Və inanın ki, bir şeyi çox istəsəniz və ona doğru addım atsanız, çalışsanız, ona mütləq çatacaqsınız. Təşəkkürlər, çox sağ ol Xəyalə xanım. Səmimi söhbətinizə görə çox xoş oldu doğrudan da. Biz bugün bu sahədə olan inkişafdan danışdıq. Ümidvaram ki, sizin də ürəyinizcə oldu. Bugünlük bizdən bu qədər. Sağ olun, sağlıqla qalın.